Təbii ki, bu tariximiz, dəyərlərimiz, mədəniyyətimiz yalnız musiqi və söz vasitəsilə deyil, ekranlarda bizə nümayiş olunan filmlər vasitəsilə də hər zaman çatdırılıb. Elə həmin tarixi filmlərdən də biri məhz Dədə Qorqud filmidir. Gəlin, həmin tarixi filmdən kiçik bir parçanı izləyək. Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qutarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Gəl oğul, qalx uca dağın başına, 3 tonqal qala. 1 tonqal qalayanda elimiz şənliyə toplaşır. 2 tonqal qalayanda baskınlardan qorunmağa yığışır. O indi 3 tonqal görəndə hamı cütlə xışla gəlsin, bilsinlər ki, işləməyə gəlir. Bəli, qələbəmizi, zəfərimizi əks etdirən 3 tonqalımız tarixi Kəlbəcər dağlarında qalanıb və biz hazırda qələbəmizi, zəfərimizi simvolizə edən o 3 bayram tonqalını hazırda görürük. Bu bizim zəfərimizdir, bu bizim qələbəmizdir. Gəlin o sürəkli alqışlarımızı daha da ucadan səsləndirək.